Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Əsəd İsmayıllı vəfat edib. Akademiyada vəfat edən kursant 1-ci kursda təhsil alırmış. O, Məhəmmədi qəbirstanlığında dəfn edilib. Əsəd İsmayıllı 2026-cı ildə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbindən məzun olub. Daha sonra isə Akademiyanın sərhəd qoşunları və idarəetmə ixtisasına daxil olub. Masallı rayonunda yeniyetmə vəfat edib. Hadisə aprelin 11-i saat 01 radələrində Köhnə Alvadı kəndində baş verib. Belə ki, 2014-cü il təvəllüdlü kənd sakini Turan Azəroğlu Əliyev yaşadığı evdə qəfil ölüb. Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.